ABŞ Tehranın nüvə proqramını yenidən bərpa etməyə cəhd edəcəyi təqdirdə İrana zərbələr endirməyə hazırdır. CNN xəbər verir ki, bunu ABŞ prezidenti Donald Trump İsrailin baş naziri Benyamin Netanyahu ilə danışıqlar zamanı deyib. Eşidirəm ki, İran yenidən nüvə potensialını artırmağa çalışır və əgər bu belədirsə, biz onları dayandırmalı olacağıq. Biz onları dayandıracağıq. Onların ağlını başlarına gətirəcək. Lakin ümid edirəm ki, belə bir şey baş vermir, deyə Trump bildirib. Ağ Evin sahibi əlavə edib ki, Tehran nüvə potensialını bərpa etməyə cəhd göstərərsə, hücum dərhal həyata keçirilə bilər. Bunun əvəzinə o, İranı diplomatik həll yolu axtarmağa çağırıb. Öz növbəsində İranın ali dini lideri Ayətullah Əli Xameneyinin müşaviri Əli Şəmxani ABŞ prezidenti Donald Trumpın açıqlamalarını belə şərh edib. İran ölkəyə qarşı istənilən aqressiv hərəkətə sərt və dərhal cavab verəcək. İranın raket və müdafiə qabiliyyətləri nə idarə olunandır, nə də hər hansı icazə tələb edir. İstənilən hücuma bu planı hazırlayanların təsəvvüründən kənara çıxan sərt və dərhal cavab veriləcək.